Azərbaycan feodal dövlətlərindən 5 feodal dövlətləri. Deməli, 5-dən ikisi Araz çayından yuxarıda olanlar. Ş hərfi ilə başlayanlar Şirvanşahlar və Şəddadilər. Xətti görürsən. Əgər bu hissələri ştrixləsələr, bil ki, bura ya Şirvanşahlar soruşur birincinə və yaxud da Şəddadiləri. Yəni qarışdırma. Kürdən yuxarıda Şirvanşahlarla Kürlə Araz arasında Şəddadilər dövlətidir. Amma açar söz SSR bunlar nə idi? Araz çayından cənubda və paytaxtları Ərdəbil idi. Yəni Saci, Salari, Rəvvadi. Şirvanşahlar dövləti 861-1538-ci ildə mövcud olub. Şirvanşahlar dövləti Azərbaycan tarixində Rəvvadilər və Ağqoyunlulardan başqa bütün dövlətlərlə mübarizə aparıblar. Bir də Şəddadilərdə Fəzl ibn Məhəmməd dost olub bunlarla. Əbləsvər Şavur isə düşmənçilik siyasəti yürüdüb. Burada Şirvanşahlar dövləti və Rəvvadilər dövləti ərəb mənşəli idi. Saci Salari türk mənşəli idi. Şəddadilər isə kürd mənşəli idi. Şirvanşahlar dövləti ərəb mənşəli Məzyədlilər Azərbaycanın şimal-şərqi, yəni şimal-şərq deyəndə bu xətt göstərmişəm ha. Bura Şirvanşahlar dövlətinin ərazisi sayılır. Sülalənin, yəni Məzyədlər sülaləsinin görkəmli nümayəndələrindən olan Yezd ibn Məzyəd burada Şirvanın birinci rəsmi hakimi təyin olmuşdu. Arranda mərkəzi Bərdə olan yarım-müstəqil feodal dövləti əmirlik yaratmışdılar. Hələ dövlətdən qabaq. Arran ərazisində, Bərdədə. 859-cu ildə Yezd ibn Məzyədin oğlu Məhəmməd ibn Yezid Bərdə əmirliyinin iqamətgahını Gəncə şəhərinə köçürdü. Amma Şirvanşahların paytaxtı Gəncə olmayıb ha. Paytaxt olub Gəncə, Şəddadilərlə AXC-nin paytaxtı olub bu Gəncə şəhəri. Deməli, Gəncəyə köçürülməsi nəticəsində Məzyədlər sülaləsinin nüfuzu artır və Məzyədlər Azərbaycanda daha da möhkəmlənirlər. Deməli, Məzyədlərin iqamətgahıdır, Şəddadilərlə AXC-nin paytaxtı Gəncə şəhəridir. Aydın oldu? Bəli. Şirvanşahlar dövləti xəlifə mütəvvəkkilin ölümündən sonra bu xilafətdə baş verən ixtişaşlardan istifadə edən Heysam ibn Xalid 2 il hakimiyyətdə olub. 861-862. Paytaxtı Şirvan olan Şirvanşahlar dövlətinin əsasını qoydu. 861-1538. Deməli, ilk dəfə Şirvanşah titulunu qəbul etdi. Azərbaycanın ən uzun ömürlü feodal dövləti Şirvanşahlar dövlətidir. Heysam ibn Xalidin varislərinin dövründə dövlətin sərhədləri möhkəmləndirildi və dövlətin ilk paytaxtı olan Şirvan şəhərində belə deyək də məhsul saxlanması üçün anbarlar tikilirdi. Şirvanşahlar və Rəvvadilər dediyi ərəb mənşəlidir və bu dövlət Məzyədlər dövləti də adlanırdı. İslamın qəbulu və vahid xalqın formalaşması prosesində Məzyədlər türkləşmişdilər. Bundan sonra hökmdar kimi Əbu Tahirin dövründə nə baş verdi? Əbu Tahir paytaxtı əslində onun ərazisi cənubda Kür çayına, şimalda Dərbəndə qədər idi. Bax, fikir versən, şimalda Dərbənd, cənubda Kür çayı qeyd olunub. Paytaxtı 918-ci ildə Şirvandan Şamaxıya köçürdü Əbu Tahir. Və əgər Əbu Tahirin adını gördün, bil ki, paytaxt köçürdü. Amma Əbu Tahirdən sonra hakimiyyətə gələn varisləri dövləti daha da möhkəmləndirdilər. Və 10-cu əsrin 80-ci illərində Qəbələ, Bərdə, Şabran, Şəki, Tabasaran, Sanariyə, Dərbənd hakimliyi 988-də Şirvanşahlar dövlətinə birləşdirildi.
Şirvanşahlar Dərbəndi birləşdirdikdən sonra Dərbənd səddini və şəhərin qala divarlarını təmir etdirib möhkəmləndirdilər. Yadında qalsın, Şirvanşahlarla Sacilər Dərbənd səddini təmir etdiriblər. Şirvanşahlar dövləti Azərbaycanda yaranmış digər müstəqil feodal dövlətlərindən fərqli olaraq müstəqilliyini uzun müddət qoruyub saxladı. Məziyyətlər dövründə Şirvanşahlar dövlətin idarə etmə sistemi nə idi? Deməli, birinci kim idi? Şah. Yəni, şah idarə edirdi. Dövlətdə mütləq hakimi idi. Hakimiyyəti atadan böyük oğula irsən keçirdi. Oğul yoxdursa şahın qardaşı varis sayılırdı. Birinci oldu şah və ikinci kim gəlir? Şəhzadə. Şəhzadə əyalətləri idarə edirdi. Sonra kim gəlir? Vəzir. Dövlətin inzibati maliyyə işlərinə baxırdı. Sarayda ən yüksək vəzifələrdən biri o idi. Çox vaxt irsən keçirdi. Bir də var hacib. Hacib xidmətçi, qapıçı demək idi. Saraydakı işlərin tənzim edir, saray mərasimlərinin təşkilində mühüm rol oynayırdı. Qoşun nə idi? Məziyyətlərin əsas qoşunu xüsusi qvardiyası vardı şahın və burada xüsusi qvardiyada hər qoşun belə deyək də, süvarilər də təşkil olurdu, əsas hissəsinin qoşunun. Qoşun yalnız müharibə zamanı şahın göstərişi ilə bir yerə toplanırdı. Döyüşlərdə orduya şah ya da vəliəhdi komandanlıq edirdi Şirvanşahlarda. Deməli, paytaxt neçənci ildə köçürüldü Şamaxıya? Əbu Tahir 918. Bəli, Şirvanşahlar dövlətin yaranmasının əhəmiyyəti qədim dövlətçilik ənənələrinin dirçəlməsinə təsir göstərdi. Şimaldan, yəni bu hissədən Slavyanlar, Alanların basqınlarına qarşı mübarizə asanlaşdı. Şamaxı, Bakı, Şabran, Dərbənd ticarət sənətkarlıq mərkəzinə çevrildi. Burada gəlir Dərbənd əmirliyi. Dərbənd əmirliyi Qapılar qapısı və yaxud da Babül Əvvab adlandırılırdı. Bu da ərəb sərkərdələrini idarə edirdilər. 869-cu xilafətin mərkəzində türklərin qiyamından istifadə edən şəhərin hakimi Haşim Əs-Sulami Dərbənd əmirliyini müstəqil elan etdi 869-da. Onun adı ilə dövlət idarə edənlər Haşimilər sülaləsi adlandı və 988-ci ildə hansı dövlətə birləşdirildi Dərbənd əmirliyi? Şirvanşahlar. Bəli, lakin 1-ci Fərbüzün dövründə isə 1075-ci ildə daxili müstəqilliyə sona çatdı və Şirvanşahlar dövlətinə tamamilə birləşdirildi. Burada sonra gəlir Tiflis müsəlman əmirliyi. 8-ci əsrin 30-cu illərində və yaxud da 730-da Şərqi Gürcüstanda canişinlik yaratdılar. Tiflis müsəlman əmirliyində Şüeybilər, Şeybanilər, Cəfərlər kimi sülalələr var idi. Deməli, Tiflis müsəlman əmirliyi 860-cı ildə müstəqilliyə nail olmuşdu. 1121-ci ildə Didiqori döyüşü və yəni Didiqori döyüşünün nəticəsində 1222-ci ildə Gürcülər bu əmirliyi ləğv edərək Gürcüstanın tərkibinə nə etmişdilər? Qatmışdılar. Və Şəki hakimliyi isə 9-cu əsrin 60-cı illərində yaranmış bu Şəki ərazisini görürsən də bu hissəni. Və digər Azərbaycan dövlətlərindən fərqli olaraq İslamla Xristianlıq arasında kəskin qarşıdurma bölgəsinə çevrilmişdi. Bu oldu Şirvanşahlar dövləti. Neçənci illərdə mövcud oldu? 861, 1538. Bəli. Sonra gəlir Sacilər. Mən dedim ki, Şılarla başlayanlar şimalda, amma Araz çayından cənubda SSR, Saci, Salari, Rəvvadə. Sacilər dövləti Mərkəzi Asiyanın Əşrusəm vilayətinin qədim türk nəsillərindən idi. Sığlarla başlayanlar Saci, Salari türk idi. Sülalənin nümayəndələri Afşin ləqəbi daşıyırdılar. Yəni Sacilər, Xəzərlər və Göytürklər Afşin sülaləsindən idilər. Və bu dövləti sülalənin banisi məşhur türk sərkərdələrindən olan Sacilər bu hissələri əhatə edirdi. Məşhur türk sərkərdələrindən olan Əbusaz Divdad idi. O 870-ci ildə xəlifə mütəvvəkkil Əbusaz Divdada Azərbaycanı iqta olaraq vermişdi. Düzdür? Yəni Saciləri bu hissəni vermişdi ona və Ərəb xilafətində sədaqətli xidmətinə, xilafətin Bizansa qarşı müharibəsində böyük qəhrəmanlıqlarına görə bu ərazini iqta kimi vermişdi. Əvəzində Sacilər xilafətin xəzinəsinə ildə 120.000 dinar xərac göndərirdilər. Xilafətin zəifləməsi dövründə Sacilərin nüfuzu daha da artmışdı. Əbusaz Divdaddan sonra oğlu Məhəmməd... Bəli.
Video qeyd alırsınız, Bəli, orada bir qalıb, bir qalam eləmir. qeydə almışam. Alınır, hə. Bəli. E, Əbusaz Divdatdan sonra hakimiyyətə oğlu Məhəmməd ibn Əbusaz gəlir. Məhəmməd ibn Əbusazın dövründə 898-900-cü illərdə özünə adına pul kəsdirir. Bu dövlət isə mövcud olub 898-941-ci illər. Deməli, Tacilər dövləti bir sıra əraziləri tutaraq, yəni Marağanı, Dəbili, Marağa burada yerləşir, Dəbil də bu hissədə yerləşir, tutaraq Gürcüstana uğurlu yürüşlər etmişdilər, yəni bu hissəyə. Və Azərbaycanın ilk etnik feodal dövləti, Sacilər dövlətinin ilk paytaxtı Marağa şəhəri idi. Sonradan isə dövlətin sərhəddi şimalda Dərbənddən, görürsən Dərbəndə, cənubda isə Zəncana qədər olan əraziləri əhatə edirdi. Bu xəttdə kimi olan əraziləri əhatə edirdi. Bundan sonra hakimiyyətə Yusif ibn Əbusaz gəlir. Yusif ibn Əbusaz Saciləri müstəqil idarə edirdi. Necə ki, Mannada Ahşeri idi, bunlarda Yusif ibn Əbusaz idi, Albaniyada Cavanşir idi, müstəqil idarə edirdilər dövlətlərin. 912-ci ildə xilafətin xəzinəsini xərac göndərməsini dayandırır. Yəni, keçən dəfə testdə bir sual düşmüşdü. 10-cu əsrin 2-ci 10 illiyində, yəni 912-ci ildə Sacilər xilafətdən asılılıqdan çıxır. Və bu da Sacilərlə xilafət arasında müharibəyə səbəb olur. İlk döyüşdə Yusif xilafətin 20 minlik qoşununu məğlub etdi və 917-ci ildə yenə xilafətin qoşununu məğlub edir. Bu qələbədən sonra Yusif Bərdədə, bu hissədə, Marağada, Ərdəbildə adına pullar kəsdirir. Deməli, Sacilərin xilafətdən asılı olmayan müstəqil dövlət kimi nümayiş etdirirdi. Sonuncu döyüşdə ərəb sərkərdəsi Yusifin ordusuna qalib gəlir və onu əsir alır. 3 il Yusif zindanda saxlanılır. Lakin Azərbaycanda əhalinin ciddi müqavimətinin səbəbilə Yusif sərbəst buraxılaraq geri qayıdıb Sacilər dövlətinin başçılıq etməyə başlayır. Yusif ibn Əbusaz müstəqilliyini möhkəmləndirir. Fikir ver, Ani, Dəbil, Tiflis və Kaxetiyanı ələ keçirir. Azərbaycanın qərb torpaqları, bu hissəni görsən qərbi, ələ keçirməyə çalışan erməni gürcüləri asılı vəziyyətə salır. Şirvanşahları Tiflisi və Dərbəndi asılı vəziyyətə salır. Dövlətin sərhədlərini şimalda möhkəmləndirmək üçün Dərbənd səddini təmir etdirir. Paytaxtı Marağadan hara köçürür? Ərdəbil şəhərinə köçürmüşdü. Deməli, iki paytaxt oldu, yəni ikili Marağa, Ərdəbil və Azərbaycan tarixində ilk dəfə vahid halda birləşdirən dövlət Sacilər dövləti olmuşdu. Rey şəhərini Samanilərdən geri alır. Samanilərə qarşı mübarizə aparması Mahmud Qəznəvi ilə Yusif ibn Əbusazın oxşar cəhətidir. Yusif ibn Əbusaz maliyyə və vergi sahəsində də islahatlar keçirir, iqtisadiyyatı dirçəldir, əhalinin sayının artmasına təkan verirdi. 941-ci ildə Salari hökmdarı Mərzban ibn Məhəmməd sonuncu Saci hökmdarı Deysəmə qalib gəlir və Sacilər dövlətinin varlığına son qoyur. Bütün Azərbaycan torpaqlarının Sacilər tərəfindən birləşdirilməsinin əhəmiyyəti nə idi? Siyasi inkişafa, təsərrüfatın canlanmasına, şəhərlərin sənətkarlığın, ticarətin və mədəniyyətin inkişafına təkan verdi. Və Cənubi Qafqazda türk xalqının mövqeyi daha da möhkəmləndirildi. Şirvanşahlarla Sacilər eyni əsrdə yaranıblar, yəni 9-cu əsrin ikinci yarısında Dərbənd səddini təmir etdiriblər və gürcülərə qarşı mübarizə aparıblar.